Xoş gördük əziz dinləyicilər. Demək ki, dünənki Trumpla Zelenskinin görüşündən sonra çox maraqlı hadisələr baş verir. Bu maraqlı hadisələrdən biri nədən ibarətdir? Bilirsiniz ki, Zelenski bu Trumpla etdiyi çıxışda və jurnalistlərə verdiyi açıqlamada da 90-95% demək olar ki, məsələlər hazırdır. Təhlükəsizlik məsələsi isə 100% razılaşdırılıb. Bütün bu məqamlar həm Rusiya tərəfindən, həm də dünya tərəfindən də Zelenskinin keçirdiyi uğurlu bir görüş kimi qiymətləndirildi və Trump tərəfindən də bu müharibədə demək olar ki, bu görüşdə Zelenskinin udduğu, Zelenskinin qalib gəldiyi, Zelenskiyə xeyir verən məsələlərin həll etdiyinin razılaşırlar demək olar ki. Amma bütün bunların baş verdiyi məqamda ən sarsıcı zərbə demək ki, Rusiyadadır. Rusiya çox narahat oldu bu məsələdən. Bu narahatçılığa görə də bu məsələnin, bu görüşün qarşısını almaq üçün, bu görüşdə müəyyən Zelenskiyə bir narahatçılıq yaratmaq üçün belə bir məsələni ortaya atır. Saat 8-də Trumpa zəng vurur Putin. Putin ona bildirir ki, sənin xəbərin yoxdur. Zelenski mənə 90 dənə PUA göndərib, məsələn, məni öldürmək istəyib, Valdayın üstündə PUAlar uçub, birbaşa bizim qərargahımıza zərbə vurmaq istəyib və bununla istəyib ki, görüşdə müəyyən manipulyasiyalar eləsin və bu görüşün Ukrayna xeyrinə yox, xeyrindən dəyişməsini istəyib. İndi bununla bağlı jurnalist Trumpa sual verir ki, bəs cənab Trump belə bir hadisəni siz şahid olmusunuz? Deyir, bəli, mən bunu çox pis qarşılayıram. Ukrayna tərəfi məhz Putinin öldürülməsi üçün Valdaya zərbə vurub və növbəti mənada jurnalist sual verir ki, bəs sizin əlinizdə, cənab Trump, cənab prezident, sizin əlinizdə kəşfiyyat imkanları çoxdur. Yəni, bu günləri Ukraynanın kəşfiyyat məsələlərini Amerika həyata keçirdir. Və deyir, sizin əlinizdə kəşfiyyat məsələləri kifayət qədərdir. Siz axı bunu dəqiqləşdirə bilərsiniz. Kim kimə zərbə vurur? Doğrudan mı Ukrayna belə bir zərbə vurub, yoxsa vurmayıb? Və ondan sonra tabiri caizsə Trump təkərə düşür. Deyir, valla bilmirəm, amma düz deyirsən, sonra mən bunu öyrənərəm, görüm elə doğrudan mı belədir? Yəni, nəyin pahasına olursa olsun bu görüşdə də o məsələ ortaya çıxdı ki, Trumpın da artıq Putini müdafiə etmək imkanları kəsilir. Biz deyirdik ki, yəni sən istədin, istəmədin sən Rusiya tərəfə çıxış eləyə bilməzsən. Bəli, bu günləri Rusiyanın müdafiəni, Rusiyanı Çinin əlindən almaq mənasını daşıyır. Amma ümumilikdə sən, necə deyərlər, tam sürədə Trumpı müdafiə eləyə daha doğrusu Putini müdafiə eləyə bilməyəcəksən. Çünki Trumpın da öz vəziyyəti daxildə pisləşir. Və açıqlamada bilirsiniz ki, həm Trump Avropanı pisləmişdi bundan əvvəl, həm də Putin donuz demişdi Avropaya. Amma bu dəfəki çıxışda isə bildirir ki, onlar çox möhtəşəm insanlardır. Keir Starmeri, Almaniyanın baş nazirini, İtaliyanın baş naziri və bütün Avropanın komissarlarını da tərifləmiş ki, onlar çox möhtəşəm işlər görürlər, çox gözəl insanlarla. Biz onları sona qədər müdafiə eləyəcəyik kəlməsini dedi. Biz onları sona qədər müdafiə eləyəcəyik. Düzdür, biz indi Ukraynaya kömək etmirik, amma Avropaya tam sürətdə sona qədər dəstək verəcək. Yəni, bütün bu çıxışlar gətirib çıxartdı ki, Trump da artıq Putini sona qədər müdafiə eləyə bilməyəcək. Çünki özü imkanları da azalır daxildə, həm də Avropada da öz reytingini itirə bilər. Ona görə o məcburdur Avropaya kömək etsin, o məcburdur Zelenskiyə Ukraynanın xeyrinə çıxışlar etsin. Təşəkkür edirəm diqqətinizə görə.